Salam aleykum, yeni vlogumuza xoş gəlmisiniz. Necəsiz? İnşallah yaxşısınız. Bu şükürlər olsun, yaxşıyıq. Bu günləri martın 12-sidir. Əbəlfəzimin ad günüdür. 5 yaşı tamam olur. Allah bütün uşaqları qorusun. Balama böyük, ən əsası can sağ uzun ömür arzulayıram. Allah bütün ona qarşı nə arzularımız varsa ürəyimizdə hamısını inşallah həyata keçirməyi bizə nəsib eləsin. Həmişə xoş günlər görsün, həmişə üzü gülsün. Layiqli, inşallah adından layiqli övlad olsun. Belə, indi hazırlaşmışıq, düşündük ki, onu ən yaxşısı onun üçün olsa gəzməkdir. Gəzməyi xoşlayır. Deyir ki, bəyər nənəsi soruşur, deyir, niyə sən üçün? Deyir ki, oppa gedək, nəm-nəm yeyək. Oppa da onu nəzərdə tutur ki, kaç illərə falan aparaq onu gəzdirək. Yəni belə. İndi inşallah hazırlaşmışıq. Bu arada yeni köynəyimi giyinmişəm. İlk dəfədir, bunu da bacım mən almışdı. Bacım gildə olanda bunu çəkmişdim. Fragment kimi qoyaram, buna da baxarsınız. Belə, inşallah gedirik ki, həm iftarımıza az qalıb, özümüz belə çıxdıq ki, iftara yaxın olsun. Saat 6-dır, çox az bir vaxtımız qalıb. Gedirik iftara, iftardan sonra inşallah Əbəlfəzi oyun mərkəzinə aparacağıq oyun oynamağa. Sonra da inşallah neynəsək, birazdan görüşərik. Allah əmanət olun. İki dənə sən girərsən olsun. Boş yaxşıdır, mən üçün boş alıram da, məzənərsən. İkiniz geyin. Dar yapışmalıdır mənə. Yaxşıdır. Zarafat edin. Yox, boş yaxşıdır, mən boş giyinirəm. Cüspumuz gəldi. Cananın dönəri də gəlib. Ye. Oppa dedem. Gedəcəyik, gedəcəyik. Kanunla maşında getirdi. Götürdü də. Bas. Bax, maşın diye bu əbiş, bax. Bax. Maşın gördüm. Bax, maşın. Yani sen İçə bilməyəcəksən maşın. Ha sen Sən bilmirsən. Bunun deməli biri Adana dürümdür, biri də ki ciyər dürüm. Bu da şeyinin burgeridir. Ye. Dedim tam. Ben de tam. Gəldi yeməklərim. Bax, əbişin də yeməkləri var. Gəlmişik bura Ponçik Kids mağazasına. Xalası Əbəlfəzə geyim alır. Dedi ki, get özün seç, nə istəsə onu da alarsan. Aha ver.
Deməli, əbişimi götürdüm. Gedirik paltar almağa. Əbişə paltar alaq, sonra gedək opa. Əbəlfəzə ad günündə yeni paltarlar. Ata. Ondan yoksa bu Ağzımın kırmızı ayakkabını Yo da pis deyil, ağ da pis deyil. Bana bakın. Ama ben de kırmızı ayakkabını istiyorum. Diana Bu da istəyir. Sən alacam. Bana bak kedi. Bak. Ama kedi. Şeyin imkan vermir. Ama kedi bana. Diyan aşkım sənə də baxacağam. Biraz səbirli Bunu ol. istiyorum kırmızını. 30'dur bu, 30 lazım idi. Deməli, saat artıq neçədir? 9-a qalıb, 10 dəqiqə. Biz Əbəlfəzin paltarlarını da aldıq. Buradan xalasına çox-çox təşəkkür edirəm. Allah min əvəzini versin, Allah razı olsun. Belə, babası da falan da dayısı iqruşka hədiyyə eləmişdi. Keçən vlogumda göstərmişdim sizə. Babası kartımıza ödəniş eləmişdi, sağ olsun. Deməli, o birisi nənəmiz, atamızın maması. O da karta ödəniş eləmişdi ki, özü nə istəyər onu alarsınız. Biz ilk dəfədir ki, biz bura gəlirik. City Park Mola. Birinci dəfədir gəlirik bura. İnşallah ki, yaxşı olar. Burada City Park əyləncə mərkəzi var. Heç gətirməmişik ümumiyyətlə. İlk dəfədir gəlmişik. Girək içəriyə, görək. İnşallah yaxşı olar. Gəldik, maşını parkovka eləyək, düşək. Əyləncə mərkəzinə uşaqlar biraz əylənsin. Sonra inşallah evə gedəcəyik. Bax, deməli, Əbəlfəzə belə bir köynək aldıq. Ata. Buna da bak. Cins şal var, krasovka. Ata. Atasını çalır. Deməli, köynəyi aldım deyəsən. Bilmirəm, köynək yadındadır, şal var 20 manat idi. Krasovka 18 manat idi. Bu köynək isə o da 10 neçə, 18 manat idi, neçə idi, bilməm nəsə belə bir şeydi. Hüseyin də özünə krasovka aldırdı bu arada. Hüseyin, gəl krasovkavı çəkim bir dənə. Hüseyin də belə bir krasovka aldı. Mübarəksən. Get. Ata sen dediğin gibi. Geldi. Bele. Ya bakar Gönlücü kaçır. Bu ne değil? Gel gedək kart alaq, gel kart alaq. Tez gel. Hə, gel bura. Bax, buradan da sürüşə bilərsən. Gel buradan çıx get. Oradan çıx get. Buradan çıx, buradan çıx. Yo, oradan çıx. Çıx. Get sen get. Get. Sonra oradan çıx, oradan Əbəlfəz oradan. De bura get. Bura gel. Çıx oradan. Ora çıx Əbəlfəz, ora çıx. Çıx, hə, çıx. Oy, yıkılmıştım. Gel Əbəlfəz. Gel. Gel. Oyna bakın. Yaxşı sen get elə. Kes. Hoppan. Bəlkə hoppan. Gizli yerler axtarıq. Çıx. Gizli yerlərə giririk. De düz get. Düz get. Ha, uşaqların səsinə düz get. Get.
Bağlıdır. Gel buradan. Gel de buradan. Git bak gör ne var orada. Vur onları yumruqla vur. Şu. Dek. Hara getdim. Çıx görüm. Stres topu. Oy. Getdi. Hara gedirik bəllidir. Atdım. Bu da var. Ay Allah. Çıx oradan yuxarı. Valla mən də bunun dalına düşmüşəm. Yoruldum. Oley. Gel bura Əbəlfəz. Gel bura. Deyə çıxın üstünə. Yavaş dur. Mənə bax əbiş. Davay sürüşündə özün get. Get görək. Düz otur, elə olmaz. Davay getdin. 1, 2, 3. Kananı o kadar uzaktan tapmışam ki, haradaydı? Nasıl ne kadar uzaklık? Sen de geldi, bize koşuldu. Sen ne oynamışsan orada Aysen? Sen. Çıx da əbiş, çıx. Çıx. Dey o birisinə qoy. Sonra bura qoy ayağı. Dey buna. Buna qoy, ona qoy. Çıx. Hə, qoy. Ay, o birisinə də qoy. Hə. Çıx. Dey yuxarıdakına qoy. Yuxarıdakına qoy ayağı. Hə. Oğlanın yanından çok indirdim Ama burada bilmem, ben eğlenmeye lazım. Çok eləyəndə odursan. Birinci desem düştü yere. Oralar edebilirsin ha. İnşallah ha. Əbəlfəz gəl. Sürüş. Qorxma, niyə qorxursan?
buradan alırıq. Çox dadlı olur da tortları. Görək açıqdır. Hansını? Bitiler. Özü seçəcək. Hansını? Baş şokolad. Oradan yox, yuxarıdakılardan. Ayca. Bak. Şey değil, ortada çürük. Yok. Üstü marojna olan. O boyda lazımdır. Olan balacaları da var kənar hansın? Hə. Marojna? Uzun değil. Hansı marojna? Daldakini deyir. Vaffelli. De bu. Orada Oya 10 kişi görsünlərdir. de bunlar. 14 neçə oldu? İndirim eləmirsiz? Baxım nə götürdüm. Baxın. 5 yaş Aferin oğlum. Və burada son olaraq gəldik evimizə. Əvvəlfəz üçün bir tort aldıq. Happy birthday mahnısı qoşmuşduq. Ona görə də tam şəkildə qoya bilmirəm. Bu arada gördüyünüz qaynanamdır. O da orada maska taxıb. Bunun da səbəbi bu idi ki, qrip idi. Biz ümumiyyətlə evdə birimiz qrip olanda mütləq və mütləq maska ilə gəzirik ki, uşaqları qətiyyən keçsin istəmirik. Çünki çox narahat olurlar, gecəni yatmırlar, yaxşı nəfəs ala bilmirlər. Ona görə də uşaqları qorumağa çalışırıq. Yəni fərqi yoxdur, qaynanam olsun, Kənan olsun, mən olsun. Yəni hər hansısa birimiz xəstə olsaq mütləq maska taxırıq ki, uşaqlara keçməsin. Belə çox gözəl bir ad günü keçirdik. Allah hamıya bol ruzu, bərəkət, can sağlığı nəsib eləsin. Allah bütün balaları, körpələri qorusun. Bizim körpələrimiz də onun içində burada sen qardaşına tort verməyə çalışır. Əvvəlvəz elə şar həşirindədir. Belə bu günümüz də çox gözəl keçdi. Çox şükürlər olsun. Bu arada sizdən də xahiş edirəm, kanalımıza abunə olmağı unutmayın, like eləyin. Çoxlu yorumlar yazsaz da çox sevinərik. Belə Allah'a əmanət olun. Bir sonraki vlogumuzda görüşərik. Sağ olun.